Ötən gün Tovuz rayonunda yeniyetmə qızın valideynləri tərəfindən özündən çox böyük bir şəxslə evləndirilməsinə cəhd erkən nikah məsələsini yenidən gündəmə gətirib. Bəs vaxtından əvvəl evliliyə məruz qalma hallarının minimuma endirilməsi istiqamətində hansı tədbirlər görülür? Qanunla qadağan olunduğu təqdirdə problemin kökündən həllinə indi nə mane olur? Və sıradakı video sujetimiz də məsələ bu mövzudandır. Bir gün ailəm gəldi, dedi ki, bəs sən elçi düşüblər. Həmin vaxtda mənim 15, oğlanın isə 25 yaşı var idi. Mən də həmin vaxt yeniyetmə idim, yəni uşaq idim. Həvəsləndim və bir il sonra təxminən toyumuz oldu, evləndik. İlk vaxtlar çox yaxşı idi, amma sonradan zorakılıqlara məruz qaldım. Məni təhqir eləyirdi, bəzən isə döyülürdüm və artıq 4 ilə yaxındır ki, ayrılmışıq. Sözün düzünü desəm, yəni çox peşmanam. O, Azərbaycanda erkən nikaha məruz qalan gənc qızlardan sadəcə biridir. İllərdir bunun törətdiyi fəsadlarla bağlı davamlı çağırışlar edilsə də, problem hələ də öz mövcudluğunu saxlayır. Elə ötən gün Tovuz rayonunda 14 yaşlı qızın özündən 19 yaş böyük bir şəxslə evləndirilməsi cəhdinin qarşısı dövlət qurumları tərəfindən alındı. Bu bir daha onu deməyə əsas verir ki, bir çox hallarda qızlar öz valideynlərinin təsirindən çıxa bilmirlər. O yaşda bir qız məktəbə getməlidir, o yaşda bir qız təhsil almalıdır, öz həmyaşıdları ilə rabitə qurmalıdır, ünsiyyət qurmalıdır. Gələcək həyatını qurmaq üçün belə deyim ki, bir hədəfi olmalıdır. Milli Məclis olaraq davamlı olaraq qanunları təkmilləşdiririk. Belə deyim, yerdən gələn sosial sifarişlərlə artıq biz görəndə ki, həqiqətən vəziyyət elədir ki, biz burada qanunların dili ilə yeni bir şeylər etməliyik. Əlbəttə ki, biz bunu edirik. Ölkəmizdə erkən evlilik hallarına yol verilməsinin qarşısını almaq məqsədi ilə bir sıra qanunlar da qəbul olunub. 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər məsuliyyət daşıyır. Amma buna baxmayaraq hələ də erkən nikahların qarşısının alınması ilə bağlı müsbət nəticə əldə olunmayıb. Ötən ilin statistikasına görə 18 yaşına çatmayan analar tərəfindən doğulan uşaqların sayı 2023-cü ilə müqayisədə 463 nəfər azalsa da bu böyük fərq sayılmır. Qanun öz sözünü deyir, amma problemin kökündən həlli üçün ictimai birlik də vacib şərtdir. Nərmin Malik qızı, Röyal Əsədov, ATV xəbər.